Akşamınız xeyir qızlar. Akşam xidməti necəsən? Yaxşı, sağ olun. Siz nətəsiz? Səkinə, akşamınız xeyir. Çox sağ olun. Sağ ol Banu. Çox sağ ol. Akşamın xeyir. Akşamınız xeyir qızlar. Səlim Nurəli Banıyam. Hə Banu. Xoş gəldiniz canlıya qızlar. Tortları son anda sipariş verirlər deyin. Ona görə çaxırsa torta canlı aça bilmirəm. Bugün 2 dənə tort oldu, amma canlı aça bilmədim. Saxlayıb son anda sipariş verirlər. Ona görə tələsik vəziyirəm. Canlı aça bilmirəm. Əssalamu aleyküm gözəl insan. Aleykümsalam, çox sağ olun. Gözəl və dadlı tortlar, salam, axşamınız xeyir. Yaxşı, sağ olun. Akşamı xeyir, Firəngiz, yaxşı, sağ olun. Sən nətərsən? Salam bacım, mənəm Ülkər. Axşamı xeyir, Ülkər. Yox qızlar, bir mərtəbəli tortdur. Sadəcə xaladenikdə bizim tortlara görə yer yox idi deyim, balaca tort qalxdığına qoymuşum. Şimdi bunu götürüb qoyuram böyük tort qalxdığına. İndi buket tortu yığırıq qızlar. Bugün sizlərlə buket tortunu hazırlayaq. Yox qızlar, mastikan soyucuda saxlamayın, qətiyyən çox bərkir. Normal ev temperaturunda sadəcə ağzı qapaqlı paketə qoyursunuz, sonra da ağzı qapaqlı qaba qoyursunuz ki, qurumur. Bir də ki, mastikanı alanda o kəsilmiş formada verir də, mütləq yoğurub saxlayın, yoxsa quruyur. Qoğalın üstünə deyilsən, arasına deyilsən, arasını yaxşı yağlamaq lazımdır. Bir də qoğalda əsas acıtmaqdır. Yaxşı acıtmaq lazımdır xəmirə. Sonra yuxaları, sonra rulonları, onlar hamısını etap-etap əməlli başlı yaxşı hüvsələli olub acıtmaq lazımdır. Hə, qəşəng olub. Bu qızlar 7 yumurtadır, 25 diametrdə. Hövsələli olmaq lazım. Bircə bax, onda püf nöqtəsi odur ki, etap-etap hamısını normal acıtmaq lazımdır qızlar. İndi nə edirik? Kəsək qızlar. Canlı həmişə yaddaşda qalır burada. Çox sağ olun, halal olsun. İnşallah işinizə yarayın. Çox sağ olun. Ləvazimatların canlısı var idi. Canlı, onda yəqin o canlını gizlində eləmişəm, yəqin görmüşsünüz. Yoxsa ləvazimatların canlısı var idi qızlar. Bunu eləyim ki, siz də görün. Salam, axşamınız xeyir. Xoş gəldin Tünzalə. Hə, marsipanları qızlar alandan sonra mütləq mağazindən alandan sonra qəşəng yoğurmalısınız. Bir bloka qoyub ağzını bağlayıb, sonra da ağzı qapaqlı qabda saxlamalısınız. Yoxsa mastikalarınız quruyur. Baxın qızlar. Belə hardasa az hissəsində kəsirik. Az hissəsini kəsib qırıq hissəyə qoyuruq qızlar. Tam tarazlayım onu.
Çok sağ olun. Faydalı olursa ne hoş mənə kızlar. Bir yüzden de buradan yemek pişirir. Ona göre kazan takluk sesi gelir. Salam. Mən bilirdim gəlmədi ilə təsadüfən çıxdı canlı qabağıma. Sizə bildirim. Hə, çox adama bildirim gəlmir deyirlər. Kızlar keçən dəfə açmışdım gözəl və dadlı tortları. Canlı açmışdım. Axırıncı dəfə canlıya bax, gözəl və dadlı tortlar. Sadəcə tortun ara hissəsinin yığımını paylaşmışdım. Orada bax var. Bu ambiyantidir kızlar. Sadece pişmiş malaka töymüşüm diye. Ona göre rengi belə görsənir mən. Qaymaqlarda pişmiş malaka en çok istifadə edirəm. Yəni tek arada bir nedirdiğimiz sade malaka istifadə edirəm. Çox vaxt pişmiş malaka istifadə edirəm. Hə, yox, abunə olub bildiriş açmış olsa da bəzi qızlarda görürsünüz ki, gəlmir. Çox qızlayır onu mənə. Ona görə. Ay, düşmüşdü. Baxın, kəsdiyimizi qoyuruq. Bu hissiyyə qızlar. Bu da tortun ara qatı. Baxın, belə göstərim qızlar tortun ara hissəsi. Ay. Hə, silikonu yandırmağı çox sağlayır. Burada mənim də hələ bugün başıma iş gəlib, mikserim başlığı qırılıb, qalmışam əl mikserin əlində. İndi onun başlığını sabah tapıb almalıyam. Tapıb ala bilməsəm də məcbur yeni mikseri almalıyam. Yox, kremi qalın vurmayayım. Çalışım püskürtü də çox qalın kəsməyin də. İndi buradan qalın görsənə bilər. Amma baxın bir parmaq qalınlığındadır. Çox sağ olun Mingəçevirə də salamlar. Hə qızlar, mikserimin bugün tort eləyəndə mikserimin başlığı qırıldı qızlar. Qaldım əl mikserinin umuduna. İndi bilmirəm bunu harda adını satılır ki mən alam. Bunu tapıb ala bilməsəm məcburam ki başqa mikser alam. İnarsınız heç mikserin başına da taxmadım ya, əlimdə qırıldı. Yəqin çartlamışmış, nəsə olmuşmuş, elə əldə qırıldı. Çox sağ olun. Çox pis oldu. O qədər də öyrəşmişəm ki bu mikserə də tökürsən aynı onu gedib başqa işimi görürəm, o özü çalır da. Əl mikseri o qədər yorub bugün məni. Hə, mən də qızlar bunu alan vaxtı naş olmuşam, dəmir deyil. O bir başlıqları xəmir yoğuranı falan dəmirdə, amma bu dəmir deyil. Ona görə də elə oldu. İndi bu tortu qoyum qırağa, qoyun çalım. Ondan sonra da başlayaq tortu yığaq. Şanteli çalım. Sonra başlayaq sıvıya. Bundan sonra bir dənə də ürək tortum var qızlar. Bunu sıvıyıb tutarım, sonra keçək o ürək tortuna. O vaxt 240 manat almışdım deyəsəm. Temuda vaxtım, Temuda var. Düzdür var. Amma bilmirəm, mən alaram. 15 manat, 14 manata Temuda var. Amma bilmirəm, mən sipariş veririm. Mikserə uyğun gələr, yoxsa yox. Çünki bugün başqa bir xəmir yoğuran mikserin başlığını yoxladım, uyğun gəlmədi. Yedi qaşıqda. O bir də hissələri dəmirdir qızlar, amma bu başlığı kaprondur. O da gəlib qırıldı. Taç geldi, taç. Taç hansı tamıcı deyirsən? Temudan sifariş verdiğim, hə, taç gəlibdi qızlar.
O biri hissələri dəmirdir, hə. İndi gərək ikinci səviyyə mikser alanda məcbur ona fikir verəm ki, o başlığı dəmir olanı alam. Besting firmasının altın üzələ. Besting firması çox gözəl olur. Bir də ki, qızlar, şantinin əsas sirri suyundadır. Yəni şantinin əsas sirri sudadır. Bax, hər dəfə göstərəm, mütləq belə buzlu su olmalıdır. Adi xaladinitin aşağı gözündəki normal soyuq su olmaz. Bir də nətər deyim, şantilərin bəzi firmaları var ki, pis çıxar. Amma Besting firmasından şəxsən mən çox razıyam da. İndiyənə kimi məni yanıltmayıb qızlar. İndi görək əl mikseri ilə nətər olur. Bugün əl mikseri ilə çalmış, istifadə eləmişəm ancaq. İndi bir dəfə də sizin də yanınızda çalaq. Əl mikseri ilə də. Görün necə olur. Yəni biraz səsi bağlayaram, mən sizi səsi narahat eləməsin. Çox sağ ol Züleyxa. Hə, Besting alın qızlar, yəni Besting firması qəşəng olur. Sadəcə bir də şantidə də elədi, qaymaqda da əslində. Geri çalan kimi istifadə eləyəsən. Yoxsa köklənir qızlar. Çox saxlamaq olmaz. Ona görə çalışın. Qaymaq da odur. Əgər üz bəzəyində eləyirsinizsə, mütləq çalan kimi istifadə eləyin. Tortda saxlamayın. İndi qızlar, mesajları oxuya bilmərəm, ola bilər. Buzlu su olanda qızlar daha yaxşı olur. Daha bərk olur, krem kimi olur. İndi ola bilər mesajları oxumaram. Siz bir dənə mesajlarınızı saxlayın. Səssizə alın qızlar. Başlayayım çalım, sizi səs narahat eləməsin. Yox, ilıq olanda qəti qatlaşmır o qızlar. Telefonlarınızın kodunu alın qızlar. Səs narahat eləməsin. Bunu 15 gram. Bunu 15 gram şekerden artık olsun. Sağlıklı böyle olsun. Yani böyle olmasa da ediyor. Çok sağ olun. Çok güzel. Yani ben de canlıda da hazırlamışım. Yazdım. Sadece düzgün riayet edeyim. Hepsi. Çok bende.
Kızlar canlıya baxırsınız da görürsünüz nə qədər çaldım. Yəni o mikserlə daha tez çalır. Əl mikseriyle gec çalır. Sadəcə gərək kıvamı eləyəsiniz. Yəni tələsir tez dayandırmayasınız. Baxın belə olmalıdır. Düşməməlidir. Mikserin qabından düşməməlidir. Ona görə bu mikserin bir xanımın biri yazıb bu mikser xarab olub kızlar. Xarab olub deyəndə başlığı qırılıb. Ona görə məcbur əl mikserinə qalmışam. Yoxsa mən də bilirəm onda çalmağı. Başlayaq kızlar sıvamağa. Nəyi təzdən yazın deyim, nəyi deyirsiniz? Yıxayır. Trendyolda var ya, bugün Temu'da da baxdım, tapdım. Amma bilmirəm, düşər, düşməz. 15 manat idi. Kızlar. İndi məcbur yiyib burada tapmasam, məcburam onsuz oradan sifariş verməyə. Sifariş vereyim, gəlsin. Əgər yaxşı çıxmazsa, təzədən mikser almalıyam. Hə, yox, demirəm, bugün tapdım. Amma bilmirəm ki, onu tam uyğunun harda markalara baxdım. Markalar tam yazılmır. Ona görə. Temu'da baxdım, Trendyolda baxmadım. Trendyolda da indi. Qutarandan sonra qızlar Trendyolda da baxarım. Temu'da 15 manat, 16 manat idi. Hə, yox, yəni bizim işimiz ondan keçir də. Baha da olsa məcbur qızlar almağa. Yəni bizim işimizdə əsas odur. Mən də alınmır axı oturub əl mikseri ilə neçə saat çalmaq. Mən o mikser çox bir işlərimi görürdüm. Ona görə məcbur alınmalıdır. Ya təzə mikser, ya onun başlığı tapılmalıdır. Görüm necə eləm. Ya da ustalıq eləyib o mikserin başlığını düzəltməliyəm. İndi mesajlarınızı oxuya bilmirəm qızlar. Yəni darıxmayın, mesajlarınızı biraz gözlədin. Mən bunu sıvıyım, qutarım. Ondan sonra mesajlarınıza baxaram. Çünki saxlayıb vermək olmur onda. Dediyim kimi şantidə qabarma olur. Ona görə mən bunu sıvıyım. Ondan sonra mesajlarınıza cavab yazaram. Yəni buradan oxuya bilmədiklərim darıxmasın. Niye cevap vermedin? Çünkü çok adam yazar sıkıntı cevap vermişsen bize böyle. Ona göre biraz sabırlı olun kızlar. Ben tortumu sıvıyım. Ondan sonra rahat size cevap veririm. Bəzəyən vaxtı rahat oxuyabilirim onda. Bəli, Şirvanda yaşayırım. Şirvanda kızlar. Şirvanda olan kızlar bilər. Qaçqın qəsəbəsi var. 9 mərtəbələr. Bax, orada yaşayırıq.
Çok qəşəng qızlar. Tam buradan nə deyim, indi o tac knetlədi. Gəlsin göstərirəm canlıda sizə. Çok güzel kızlar, çok güzel geldi. Yani eyni buradaki tacların ölçüsündeydi, eyni tacıydı. Sadece orada vuranda ölçülerine bakın da kızlar. Ölçülerine mütləq bakın. Yani böyüklüğüne balaca olan. Ama eyni buradaki sipariş prakata götürdüğüm taclardan eyniydi. İnşallah gələndə göstərirəm. Bugün yok, bir suyun getirecek. Bugün getirdiler, bir suyun getirecek, bir suyun getirdi. Canlı açanda yadıma salarsınız, canlı da gösteririm. Biraz üstünüze sağlık, başım ağrıyor. Hövsələsizəm. 2 dənə dərman atıb canlını açmışam. Bilen kızlar orada cevaplasınlar sualları. Kızlar cevaplayırsınız sualları. Ben de gel okuyanda baştan ben de cevap veririm. Şimdi dediğim gibi tort yığıram, baxa bilmirəm. Tortu yığın qutarım kızlar, baxıram indi suallarınıza cavab vereyim. Sadece bir dənə səbirli olun. Siz çoxsuz, mən təkəm. Hacı kızlar, mən indirmə düşəndə elə təsadüfən qarşılaşdım. 6 manat almışdım. Yəni orada axtarın, hər qiyməti olanı var. Sadəcə mən səbətə atdığım indirmə düşdü 6 manata. Baxın, mən onda vurdum. Çok da kızlar düzləmirəm üstünü, çünkü üstü demək olar nasatqa ilə örtüləcək. Əsas qıraqlarıydı. Qıraqları görsənir, amma qalan yeri nasatqa ilə örtülür. Buralarına fikir vermeyin. Özüm çok da fikir vermedim kızlar. Örtmürəm onsuz da nasatqa ilə dediyim kimi örtəcəm. Ona görə yəni belə qalmayacaq. Ona görə çox fikir vermədim sığallamağa.
Bizim kızlar canlı belə vacib deyil. Ki onsuz da mən canlını açsam da açmasam da tortu bəzəməliyəm də. Yəni xəstə də olsam, nə də olsam bu tortu bəzəməliyəm. Ya da belə sizlə danışanda başım qarışır. Şəkil qızlar vaflidə də olur. Adi tort tort kağızı var. Bax qalın kağız islanmır da. Bax onda da olur. Sonra mastikada da olur. Yəni hamısı var. Hamısında siz istəsəniz onda olur. Vafli 2 manatdır qızlar. Mastika 3 manatdır. Adi kağız 1.50'dir. Ama adi kağızda daha yaxşı olur. Çünkü nəsə deyim, şəkillər daha şəffaf düşür. Daha qəşəng düşür adi kağızda. Ona görə adi kağız daha yaxşıdır. Kızlar, qıraqlarım baxın bu yarpaq qoyan nasatka var. Bax ondan eləyirəm indi. Qıraq hissələrim. Məndə video var bu tort qızlar. Burada YouTube'da var. Eyni o tortu istəyirlər. O tortda da belədir. Qaymağa qızır, şunqa qatıram. Başqa heç nə. Vafli şəkili qızlar üstündən mütləq şəffaf jele gedir. Şəffaf jeleni də vuranda çox da üstündə oynamayın. Yəni tez vurun. Çox da eləyəndə sonra şəffaf jeleni, yəni bıçaqla çox oyza-buyza eləyəndə şey olur. Rəngi qarışır bir-birinə. Ona görə qıraqda şəffaf jeleni duruxduz. Yəni elə tökün ki, onu uzağı bir dəfə, 2 dəfə tortun üstünə bıçağı çəkin də. Yəni artıq eləməyin. Onda rənglər qarışır bir-birinə qızlar. Onlara diqqət edin. Kızlar, efendim, ne istəsəniz əslində qata bilərsiniz də. Yəni o sizin istəyinizə bağlı. Yəni sizdən asılıdır. Ne istəsəniz qata bilərsiniz. Sadəcə mən də arasını vururam deyim hər şeyi. Ona görə ehtiyac olmur. Yəni əlavə nələrsə vurmağa. Onsuz da onun ara hissəsinə vurulur. Onunla kursu hələlik dayandırmışım sadəcə. İkinci qrup açılanda inşallah xəbər eləyərəm. Burada yazaram, xəbəriniz olar. Mələkə maddədən yığım yoxdur. Olanda inşallah buradan xəbər eləyərəm. Çok kızlar nasatkayla işlemek çetinlik çekir kızlar. Ona göre biraz dikkat edin.
Hə, taclar var. Taclar qızlar 21 nömrəli məktəbindən üzbəüz 101 xırdavat var tort mağazini. Bax orada hər növ tacın prokatı da var, satışı da var. Bir de var Köhnə bazarda. Köhnə bazarda Bərəkət Şirvan var. Bərəkət ucuzluq. Burada da həm tort mağazində qızlar, həm də istədiyiniz növ tac, hər şey var. Yəni ala bilərsiniz. Ora prokata vermir. Ora ancaq satışda. Amma 101 xırdavatda prokata verir. %1 xırdavat prokata verir, amma ora prokata vermir. Tacı yəni əvvəlcədən deyim. Orada ancaq satışdır. Çok sağ olun kızlar. Bakın kızlar, əvvəlcədən də bantikdə hazırlamışıq. Bugün günorta hazırlamışam ki, qurusun. Bantikin bu hissələri qızlar çökməsin deyə baxın salfetka qoymuşam. Görürsünüz, salfetkanı indi götürdüm ki, o hissə çökməsin. Yoxsa yapışır bir-birinə. Hə, krem şantidə. Çox sağ olun. Tacı da qoyaq, ondan sonra bunu da qoyaq. Sonra keçək bəzəyinə. Bir də sizə qızlar bunu göstərəcəm. Bardovu xoşlayan xanımlar üçün. Yəni Bardovu kremin markasını göstərəcəm qızlar. Yəni ancaq o markanın bardovusu olur da, başqa markaların bardovu mastikası olmur. Baxın. Bu firmanın yəni yalnız mastikalarının bardovu rəngi olur da tünd qırmızı. Qalan firmalarda açıq qırmızı olur. Hə, mütləq qızlar, gül nasatkalarında alanda, yəni ağız hissəsi mütləq kəlfətindən balacalaşdırmalısınız, yoxsa çox böyük olur. Bu qızlar, bu hardasa 6-8 olmalıydı, ya 5-8 olmalıdır. Təxmini yadımda deyil tam. Çünki gedəndə çox şey gedib götürürük. Yəni tək qiymətləri yadımda qalmır da, yalan deməyim. Qızlar bantikini də qoyduq. İndi keçək güllərinə. Bilirsiniz, bax, isti yerdə saxlamayın. Sərin otaqda qoyanda quruyur. Amma bugün bax, mən bunu hardasa saat neçə olardı? 3-4 arası olardı hazırlamışım qızlar bantiki. Yəni heç nə olduğu kimi də baxın, arasından salfetkaları çıxartdım, olduğu kimi də qaldı. Amma salfetka mən buna qoymasaydım, bu çöküb yapışırdı. Belə hündür bantik alınmırdı. Çok sağ olun. Soyuducuya yok kızlar. Soyuducuya koyursunuz. Çıxardanda yenə otur mastika yumuşalır figur. Ona göre figuru hazırladınız. Mütləq kənarda saxlamalısınız. Soyuducuya koymayın. Soyuducudan çıxarsanız o yenə yumuşalıb əyiləcək. Salfetkamızı nəmlədim. Buralarını təmizləyim. Başlayaq. Hə qızlar, rəngi də çox gözəldir. Baxın bantikin. Bardov renk ən sevdiyim renkdir. Bu firmanın bardovsu gəldiyini görəndə o qədər sevindim. O qədər sevindim. Yox, indi bax mən bunu qoydum. Yəni qətiyyən yumuşalır. Güllər də qızlar. Baxın belə. Bu
tortu bəzəyim. Bunun dalınca da bir red tortumuz var kızlar. Evlilik yıl dönümü üçün var. Bakın belə sabun güllər var kızlar. Hayır. Yumuşalmamaq üçün taylus ala bilərsiniz də kızlar. Eğer sizdə yumuşalırsa əlinizdə maskda taylus alın, istifadə edin. Taylus bərkidir təmiri. Hə, soyuducu da kızlar. Tortum mütləq qış oldu, yay oldu, mütləq soyuducuda qalmalıdır. Biz Şirvanda oluq. 9 mərtəbələrdə qaçqın binalarını. Gül belə kızlar 40 qəpikdir. Çox sağ olun. Bizdən də Zakataliyə salamlar. Gül belə sabun güllərdir. Bunlar suya dəyəndə yumuşalır. Belə 40 qəpikdir. Hər rəngi olur. İnşallah. Bəli, sifariş vermək olur kızlar. Sifariş verə bilərsiniz. Firuzə Əhmədova, sifarişinizi verin, eləyək. Çox sağ olun. İndi kızlar, bunları belə çöplərə taxaq. Açınikası nədir? Tortumu başa düşmədim. Nəyi nədir? Ben belə çöplərə taxaq. Adım Aysel. Bu tort kızlar 35 manatdır. 2 kilo tortdu. Əlavə 5 manatda tortun güllərinə görə almaq. Başa düşmədim nəyin arasına kızlar. Yazanda aydın yazın, başa düşmək olmaz. Eğer yaş olmasa işletmək olur ama suya dəyəndə yox kızlar, işletmək olmur onda. Tortun diametri 25. Hardasa 10 dənə gül getməlidir kızlar. Ona görə bizdən neçə dənə gül gedir. Yox kızlar, indi tərəziyə qoyaram. Arasından asılıdır tortun. Arasının yığımından asılı. 25 diametr. 7 yumurtadan 2 kilodan artıq tort çıxar. Bunlar sabun güllər gedir kızlar. Hardasa 10-12 gün xaladelnikin aşağı gözündə qala bilər. Ondan sonra olmaz kızlar. Yəni sonra eğer gördüğünüz ki qalır, onda çalın. Qaymağında hər şeyin tökün, çalın. Qoyun buzluğa. Çox sağ olun. Yox kızlar, bunlar yeməli deyil. Yəni alanda sabun güllər gedir. Yəni suya bilirsiniz sabun gül deməyin də mənası nədir? Nədən hazırlanıbsa suya dəyəndə əriyir. Ona görə də sabun güllər deyirlər. Fərqi yoxdur, sifariş versəniz kərə yağı ilə də hazırlanır. Çoxatlı Napoleonlar kərə yağı ilə hazırlanır. Amma belə biskvit tortlarında da isteğe bağlıdır. İsteyen zavarına kremlə də sifariş verə bilər kızlar.
Onlar niye olmur? Kremdən də gül düzəltmək olar. Bu gedim kızlar. O biri gülləri də gətirim gəlirəm. Baxın belə yarpaqlarımız, güllərimiz də var kızlar. Salam. Gecikmədi. Canlı yaddaşda qalır. Baxa bilərsin. Çox sağ ol. İndi başlayaq. Güllərimizi yığmağa. Ayşən salam. Güllərin biri 40 qəpikdir kızlar. Kimin adı nədir? Yox, bax kızlar, bu hissəsi deyəndə ərimir. Bu hissəsi əriyir. 40 qəpikdir kızlar. Bu tort 35 manatdır. Dəymir deyib kızlar, bu hissəsi dəyər kremə. Çox sağ olun. Hə, indi gətirəm, göstərəm yadımdakı. Birazdan taparam. Mən o qəlbi bugün hara koydum. Sənə tapıb göstərirəm. Göstərəməsəm qrupda atarım. Şəkillər. Mən bugün o qəlbi hara koydum. Bugün o qədər tələsik tortlar var idi ki. Nəyə hara koymuşum bilmirəm kızlar. Ona görə. Tortumuz biraz hündür olur için kızlar 12 dənə gül getdi. Normalde 10 dənə gül gedirdi. Yaxşı ki gül etsin. Artıq almışam. Hə, qəlbi tapdım kızlar. Bugün bir tort yapmışdım. Bax onun qəlbi. Bax buydu qəlb. O tortun üstündeki gülleri buradan çıkartmıştım. Bak bu qəlbdən. İndi o tortu paylaşaram, görərsiniz. Annemin dilimi tortuydu. Çok qəşəng bir tortuydu. Onun üstündeki gülleri bak silikondan çıkartmıştım kızlar. Bəli, sabun güllərdi. Onlar kızlar, niye sabun gülleri? Normal güllərlə də hazırlamaq olar. Sadəcə klient bu belə istədi, belə oldu. Tortun bir dənə də yazısı var kızlar. Yazını da keseyim, sonra keçək. Sonra keçək kızlar. Onun yarpaqlarını, xırda güllərini qoymağa. Mən onu keseyim. Baxın kızlar, belə qalın kağızda 1 manat 50 qəpikdir, böyük kağızda. Tortun adı buket tortdu kızlar. Tortun adını nə deyirsən? Buket tortdu. Sadəcə indi bunun alt hissəsinə lentlə düzəldəcəm. Lentlə bərabər qoyulam.
tort 35 manatdır qızlar. Hələ ki tort tutarmıyor. Bir dənə yarpaqlarını da əlavə edeyim. Bəli, çəkiyə görə hesaba. Bu sabun deyilir kızlar, köpükləmir. Sadəcə bu suya dəyəndə əridiyinə görə sabun gül deyilir. Yoxsa bunu suyun altında əlinizə vursanız o köpükləmir. Adı elədir. Sadəcə əriyir. Suyun nədən hazırlanırsa suya vuranda əriyir. Ona görə də ona sabun gül deyirlər. Yəni durub sabun deyil o. Yəni ziyan eləyə. Yəni o cəhətdən qorxmayın. Heç bir ziyanı yoxdur. Ha, yəni gül əridiyinə görə sabun gül deyilir. Yoxsa sabundan deyil qızlar. Yəni səhv başa düşməyin. Xeyr, yarpaqlar təbii deyil. Süni yarpaqlar. Qiyməti qızlar 35 manatdır. Burada tortda təbii heç nə yoxdur. Yəni tortun özündən başqa təbii heç nə yoxdur qızlar. Hamısı sünidir. Sadəcə tortun özü təbii tortdur, hə. Maket deyil. Falan hər şey sünidir. Güllər xeyir yeməli deyil. Yox, güllər çəkiyə sayılmır qızlar. Mən tortu yığandan sonra çəkmişəm. 2 kilo 200 qram gəldi tort. Yəni əvvəlcədən şanti vurmamışdan qabaq tortu vurub xaldenlikə qoyanda çəkmişəm. İki kilodur qızlar. Tortumuz 2 kilodur. Nişan tortu kilosu 15 manatdır qızlar. Baxır o sizin seçdiyiniz torta. Yəni belə tortu görməmiş qiymət deyə bilmirəm. Ev tortları Şirvan Instagram səhifəsində sifariş vermək istəyənlər girib oradan yaza bilər. Şirvanda qızlar qaçqın qəsəbəsi. Unun fərqi yoxdur qızlar. Nə un oldu istifadə edirəm. Bəli ki, tort özü 30 manat eləyir qızlar. Gülləri ilə bir yerdə 35 manat. Yəni güllərin pulu adlı hesablanır. 1-2 dənə gül olanda qızlar, onlar hesablanmır. Amma belə çox olanda əlavə hesablanır. 4 qatlı qızlar. Niyə qızlar? Sizdə niyə biskvit alınmır? Ya sobanızın dərəcəsini düzgün qoymursunuz. Ya da neysə düzgün eləmirsiniz. Biskvit alınmır. Çünki biskvitdə sobanın dərəcəsi çox önəmlidir. Bir də yumurtanın təzə olmağı önəmlidir qızlar. Ev temperaturunda olmalıdır. Yəni onların hamısı diqqət edin. Kızlar bu sadə karofkada ağzı bağlı deyil, amma belə ağzı bağlı karofka olanda əlavə hesablanır. Bunlar deyirsiniz, onları çıxardarıq da. Deyirsiniz, yaxşı durmadı, mən də çıxardaram, heç nə olmaz. Kızlar.
Qızılgül qızlar yeyilmir də. Hayfdır qızılgülə verilən pula. İnanırsınız. Solub gedir. Hə, müəllimlər günü üçün. Mən 150 dərəcədə bişirəm. Bəli, Ayseldir. 150 dərəcədə bişirirəm qızlar. Məndə Meyveliçi sobadır, Samsung firmasıdır. Mən onda 150 dərəcədə bişirirəm. Yox, qaymaq çart vermir qızlar. Tortu düzgün istadanda, qaymağı düzgün çalanda çart vermir. Baxır o biskvitədə qızlar. Hər ölçüdə yumurta ilə biskvit var. Qızlar biskvitlərə karamel jelisi vururam. Karamel doluğusu vururam. Çeyrək jelisi vururam. Şokolad sosu vururam. Yəni dolgular var da, hər dolgudan istifadə edə bilərsiniz. Bəli, sıvamaq olar. Çox sağ olun. Qaymaqla da, şampinya da sıvamaq olur qızlar. Yəni klient istəyərsə ki, yox, sırf qaymaqla olsun, hə, qaymaqla da sıvanır. Amma qaymaqla sıvıyanda xoşlamıram qızlar. Qaymaqla sıvıyanda rəngi bu qədər qəşəng şəffaf olmur. Ona görə qaymaqla sıvamağı xoşlamıram şəxsən mən. Çünki içinə malako tökülür deyin qızlar. Ona görə rəngi biraz sarı kimi olur. Ona görə xoşlamıram. Yeməli olmalıdır. Yəni gərək tortun üstündəki hər şeyi yeyərsiniz qızlar. Yəni tortun üstündəki hər şeyi yeməlisiniz deyə bir qanun yoxdur. Sağ olun. Hə, olur, niyə olmur? Meyvəli tortlar da olur. Hansı meyvəni istəsən. Çox sağ olun. Dad olaraq nə ilə xoşlayırsınız da qızlar, ondan da yığılır tortlar. Yəni müştəriyə deyilir, çox vaxt düzdür müştəri. İndi o yığacağım bir tortda soruşdum. Klient dedi ki, siz necə istəyirsiniz, elə yığın, arasın. Yəni öz istəyimə görə yığmışam. Yəni bəzən də deyir ki, yox, filan şeyi xoşlayıram, filan şeyi xoşlamıram, ona görə yığılır. Mən Şirvanda deyiləm, xeyr. Amma Şirvanda yaşayıram. İndi buraları təmizləyim, lentin alt hissəsini də qızlar mastika yayım. Ondan sonra keçək o bir torta. Hə, bantik malçipandan. Xeyr, Gəncəli deyiləm. Biraz C ilə danışıram çox adam. Ləhcəmdən Gəncəlilərə oxşayır, amma Gəncəli deyiləm. Kəlbəcərliyim. Ləhcəm C ilə danışdığıma çox adam elə bilir ki, Gəncəliyim. Var da qızlar, çalınma videoları var səhifədə. Mən əziyyət çəkib bu videoları çəkib paylaşıram sizdən ötəri. Siz də girin səhifəyə, araşdırın, baxın qızlar. Biskvitin çalınma qaydası da, biskvitlərin reseptləri də var.
Sifarişi kızlar, Instagramınız varsa ev tortları Şirvan Aysel. Ev tortları Şirvan Aysel sayfasını yazır. Sayfada nişan tortudur. Oradan yaza bilərsiniz. Yani burada canlıda nömrə verə bilmirəm. Ay ne güzel yerimdir. Onu şokolad sosunu reseptini deyərəm kızlar. Bir dənə tamam. Musluklarını da tökək. Salam. Qiyməti kızlar 35 manatdır. Belə qırıntı. Musluklar səfəri. Yok kızlar fikir verə deyiləm. Narahat olmayın. Qiymət çəkiyə görə dəyişir bəli. Ama küçük tortlar kızlar en azı 2 kilodan götürülür. 2 kilodan az götürülmür. Çünkü gördüğünüz gibi Muzlarla da bezi. Bugün kızlar bu üçüncüdür. Şimdi birazdan da dördüncünü eləyək. Hazır her bir rengi olur da. Eğer yoğurursuz alınmırsa renklerden alın. 35 manatdır. Yaxşı yoğurun. Yani yaxşı yoğuranda bir de rəng qatanda normal rəng qatmayında sulu boya qatın. Sulu boya qatın kızlar. Onda içində elə nöqtələr olmaz. Bir boya, sulu boya qatın. Çok sağ olun. Kadar kızlar. Şimdi koyum kenara bir tane bunun altını yazısında yazdım. Yazdım deyəndə bunun altına bir tane link düzəldim. Çok sağ olun. Yani biraz onu kenara koyaq. Burada bir tane link hazırlayayım tez kızlar. Buyurun. Çok sağ olun. Şantidir kızlar. Ha, İngiliz dili müəllim üçün köhnə tələbələri sürpriz eləyir müəlliməyə.
Sabah inşallah gəlib götürür. Köhnə tələbələri müəllimliyə, ingilis dili müəlliməsinə sürpriz eləyim. Qiymət 35 manatdır. Bu 7 yumurtadandır kızlar. Sipariş vermek için ev tortları Şirvan sayfasına, indi burada canlıda nömrə vermək olmur. Ev tortları Şirvan Instagram sayfasına yazın. Siparişinizi verin. Qaymaq kızlar, təxmin istiləməyi ölçmürəm. Çox sağ olun. Xeyr kızlar, yumurta 7 yumurtadandır. Yox, bir kutu qaymaq çox olar kızlar. 1 litr qaymaqdan neredeyse 3-4 tane tort arası yığmaq olur. Besting. Krem şantinin firması kızlar. Besting firması da. Tortun keksi neyle eləyirəm? Yumurta ilə eləyirəm. Çok sağ olun. Belə elədik sizə. İndi ben salfetkanı yaş eləyirəm. Salfet. Yox, bir kutu 1 litr deyil kızlar, 1 litr. Getmir axı bir torta. Hə, suyunidir kızlar. Xeyr, evdə hazırlayıram. Bəli, edirsən. Bax kızlar, salfetkanı azca suladım. Mastikanın üstünə belə vururam. Ki şəkil buraya yapışsın. Belə. Şəkil buradan qopmasın. Uçlar düşüb. Hə, evdə hazırlayıram kızlar. Çok sağ olun kızlar. Bakın böyle. Böyle değil kızlar. Bu hissesinde. Böyle yumurluyorum. Yeni kaydadık bu hissesi. Çok sağ olun. Kızlar, hazırlanma qaydası var. Əvvəlcə yumurtanın ağını çırpıram. Sonra şəkərini əlavə edib, sonra da yumurtanın sarısını əlavə edirəm. Resepti var kızlar səhifədə. Abone olun kanala. Keçin, orada çalınma qaydası da var, reseptlər də var. Yəni girib baxa bilərsiniz. O videoları sizlərdən ötəri çəkmişik kızlar. Yəni siz də girib baxın, bəyənin.
Burada da canlını da beğen. 146 nəfər adam var. Sadəcə 67 nəfər canlını beğenir. Sonra da deyirsiniz ki, canlını tez-tez açın. Siz axı bəyənmirsiniz canlıları. Belə qızlar, bu tortumuz hazır. İndi keçək ürək tortumuza. Beğenin can 129 nəfər xahiş edirəm canlını beğenin. Heç olmasa 100 nəfəriniz beğenmiş olsun da canlını. Kızlar indi bunu götürək. Bir də kızlar bunun üzerine zər əlavə edirəm. Baxın bu zərdən çox xoşlayıram bu zəri. Bakın kızlar bu zəri çok xoşlayıram. Tortun üstünde görünmür ama o kadar güzel parlaqlıq, parıltı verir ki. Ama belə görsənmir. Bakın bu zər. Şimdi bu zərdən də torta əlavə eləyək. Çok sağ olun. Ben telefon aşar tortun üstüne. Türkiye'ye de selamlar. Sağlık, çok sağ olun. Axırda göstərirəm görüm oradan o parıltı görsəniz yoxsa yox. Çok sağ olun. Bakın kızlar. Tortu belə göstərim. Ben bu parıltı oradan görsənmir galiba. Ama o kadar güzel ışığın altında parıldayır. Belə kızlar, ki tortumuz hazır. Şimdi bunu qoyaq. Xalayıntıya başlayaq o bir tarafa. Akşamınız xeyirli Layla. Salam. Şimdi ben mastikanı belə yumuşak yumurluyum, kırıntı formasına koymuyorum. Diğer taraftan da aparatın püskürtüsüz tortun üzerine göstermişim. Emin Nağıyev tortun yığımı canlı hardasa 2 canlımından evvel bakın orada var. Sadece bəzədilməyə də yox. Sadece tortun arasının yığılmağı var. Baxsaz görərsiniz yəni canlıya. Yox, o zər elə bir zər deyil kızlar. O kadar incədir ki, yəni hiss olunmur. Aha kızlar, indi keçək bu tortu. Bu tortu indi biz ürək kəsməliyik kızlar. Bu tortu ürək kəsməliyik. Sadəcə fırlayıram ki, görüm hastırıbdır. Kızlar baxın, ürək kəsmək üçün də nə edirik? Əvvəlcə torta belə bir üstə gəl qoyuruq. Yəni gözə qaral eləyirəm mən. İstəyən xat keçlə də ölçüm eləyə bilər. Üstə gəl qoyduqdan sonra kızlar tortun bu hissəsini, şu gün ortadan yığılıb deyin. Quruyub tortun bu hissəsinə azca belə krem vurulur ki, o tərəfi kəsib qoyanda yapışsın. Vurdum. Yox, ürək qabı alanda kızlar standart bir ölçüdə olur. Amma yumru tortlarda eləyəndə istədiyiniz ölçüdə ürək kəsə bilirsiniz. Ona görə belə kəsmək daha rahatdır. Ürək qəlibi bir standart gərək neçə ölçüdə alasan. Amma bunu belə kəsəndə istəyəndə, yəni 3 yumurtadan da 10 yumurtanın da tortunun ürək kəsə bilirəm. Ona görə ürək almağa ehtiyac yoxdur kızlar. Baxın belə.
Bir dənə də belə izi qoyduq qızlar. Belə. O biri tort qızlar 35 manatdır. İndi kəsək. Qoy o biri mişarkımı bıçağı gətirim. Kəsin. Bakın belə. Bunu koyduk bu hissəyə. Yok, bu ürək tortu kızlar evlilik yıl dönümü üçün. Bu kızlar evlilik yıl dönümü üçündür bu tort. Müəllimlər gün üçün tortum birini bugün verdim. Bugün verdiler. O mini tortuydu. Ve kendi o bir torttaki annemin dilimidir. O çok hoşuma geldi o tort. Bundan ikinci seferde elə bir tort yığıram. Ama bu dəfəki lap hoşuma geldi. İndi paylaşıram, bakarsın. Bu tort kızlar 25 manatdır. Bu tort balacadır. Yani orada kamerada büyük görsənə ama belə balacadır. İndi nə edirik kızlar? Çok az da bak bu hissədən kəsirik. Tam ürək olsun. Yani beləliklə də tortun dadına baxmış oluruq kızlar. Yani bu balaca dilimdən tortun dadına baxıb bilmiş olduq ki necədir. Baxın kızlar. Mənə də qalan tort bu hissəsi. Dadına baxa bilərəm də, yəni ki tort nədədir. Bu kızlar bu 23'tür. 6 yumurtadan da 23 diametrdə. Ha, yine onu çünkü biz tortçular kızlar. Belə tort pişirməyimizə baxmayın. Evdə tort pişirməyə ərinlik. Uşaqlar da yemir. Bilirsiniz nəfərdə o qədər yəqin iyisi vurur. Uşaq öyrəşir ki. Yəni bəzən biskvit qalır, ondan eləyirəm amma yəni qalır orada da yemirlər. Çünki uşaq o qədər görüb bir şeylə istərsəmə çox görəndə o şeyə maraq olur da. Hə, əziyyətlidir da. Korjların arasına kızlar. Bakın burada karamel dolgusuyla karamel jelesi var. Burada çiğelek sosu var. Burada da şokolat sosu var. Plomber. Şimdi buna da bir tane şanti çalım. Bunu da sıvıya kızlar. Bir de bunun şekilleri var. Bu şekilleri kesin sonra sıvıyım. Şöyle bir defa bir de vaxt aparmasın. Şekilleri keseyim, ondan sonra keçim şantını çalmağa. Bilirsiniz nətər, məndə də balaca var. Bir dəfə mənim də başıma gəlib. Səhər-səhər yuxudan durub bilməmişəm. Toyuq.
Xaladenikdə də tort gəlib, xaladenikini ağzını açıb, torta bir dənə belə parmaq vurub. Sonra ki Allah'a şükür ki, sonra xaladenikdə başqa şey görüb başı qarışıbdı. Tortdan əl çəkdi də, yəni o bir dənə parmaq vurmağı onu örtə bildim, amma şükür ki o pişi nə isə eləməmişdi torta. Şeylə qarşı qızlar. Salam Şantinin nevə haxdı, onu başa düşmədim. Şantininə hansı tortun qızlar? Bunlar qızlar. Burada 101 Xırdavat tort mağazini var. Oradan da çıxartdırırıq. Bir də Fotoğur var. Tort şəkil çıxartılan yer. Oradan da çıxarda bilərsiniz. Yox, şeker kağızı değil, bu adi kağızlı qızlar. Ne yazmışsınız, cevap verməmişəm. Təzədən yazın, cevap verin qızlar. Yəni qızlar, bəzən baxıram, yəni gördüyünüz kimi şəkil kəsirəm, ya tortda sıvıyıram. Yəni, o an baxıb gördüyümə cevap verirəm də. Siz yenidən yazın, cevap verin. Şantini qızlar su ilə, indi bunu kağızı kəsim qutarım, bir də şanti hazırlayıram. Onda baxın. Buz kimi su ilə hazırlayıram şantini. Bir dənə bu kağızı tez kəsim, ondan sonra şanti hazırlayıram. Onda baxın. Gəncədə yəqin ki, orada da şəkil çıxardılan yerlərdə, foto studiyalarda olar da xanım. Buradaki kimi orada da yəqin foto studiyalardan çıxartmaq olar. Ya tort mağazinlərindən. Çok sağ olun. Siz sağ olun. Sizler şəkilləri də Pinterest proqramı var. O proqramdan tapıb çıxartdırırıq. Hər növ tort şəkilləri də olur. Tortun üstünə olunan bütün şəkilləri orada tapıb, yəni göndəririk. Buyurun, sorsun. Məndə kətə siqaret şirniyyat istəyirlər, amma içi umatsız üçün içiyə bilməliyəm. Onlar kilo ilədir qızlar.
Akşamı xeyir qoçaq gəlinimiz qızlar. Kimdir bu yazan? Asif Şaxiyev. Asif. Salədir. Onda Salədir onu yazan. Eğer adı Asifdirsə, onda bir Saləsən sən. Akşamı xeyir üstünə tərsən neyinsə. Hə, yoldaşının adından bildim ki, mütləq sənsən. Kızlar belə şəkili də kəsdik. İndi keçək şantel çalmağa. Çox sağ ol Müsü. Evet kızlar belə bunları qoyaq, çalaq şantini. Telefon açmaq istədi. Baxın bir də kızlar göstərim tortun üstü üçün pullar çıxartıranda baxın belə bir kağızda çıxardırlar. Onu da göstərim. Kilogram 15 manatdır kızlar. Kilogram 15 manatdır. Yəni şantelin qabını yuyum, gəlim. Kilogram 15 manatdır. Kremli tortlar 15 manatdır. Mastikalı tortlar 17 manatdır. Bir də bəzi dekorlar var ki, əlavə hesablanır. Kızlar umaclı kilogramı hardasa 13 manat, 14 manatdan eləməlisiniz. Şantini mən qaba tökürəm. Bisting firmasıdır kızlar. Qaba tökməsəydim göstərərdim. Amma mən qaba tökürəm deyin. Bir dəfə canlıda göstərmişəm. O canlını tapıb baxa bilərsiniz. Hansı canlıdır dəqiq bilmirəm. Amma canlıda göstərmişəm. Onda təzə almışdım, açmamışdım hələ. Siz bir dənə canlılara baxın. Canlılarda var. Bisting firmasıdır. Hə, Vüsal sən, Vüsal sən 5 dəqiqəm çox oldu. Hə, indi ürək tort var, onu yığıram Vüsal. Ürək tortdan qutardım. İndi keçirəm ürək tortdan. Mən şantini alıb belə bir qaba tökürəm qızlar. Ona görə kartdası hal-hazırda yoxdur. Amma yüzü qutarır. Deməli, sabah alınmalıdır. Hə, laf yazsın, Allah saxlasın. O tortağı hardasa 4 xörək qaşığı çalıram. 1, 2. Baxın qızlar, deyəndə belə dolu qaşıq deyirəm də, yəni onu nəzərə alın. 4 xörək qaşığı tökdük. Beğenilerin sayısını 100'e çatdırmadınız da kızlar. Şimdi onun içine kızlar 4 xörək qaşığına yarım stekandan biraz artıq. Baxın belə içində buz olan su, amma buzu çalışın buz suya düşməsin ki serinizi xarab eləyər. Baxın belə tuturam. Buzlar istekana düşməsin. Belə.
Şanti 9.50'ye. Baxın, bir stəkandan. Bu 200 qramlıq stəkandan eynidir qızlar. Günüz qızlar çətin olur. Bugün günüz o 2 dənə tortu sıvayan etməm. O qədər çətinlik oldu ki, məndə balaca imkan vermir qızlar. İnanın ki, o qədər əziyyətlə eləmişəm. Ona görə o yatandan sonra ancaq tortlarımı sıvaya bilirəm. Böyük mikserdə qızlar o qədər tez hazırlanırdı ki. Böyük mikseri 240 manat almışam. Amma bugün o uç hissəsinin qırılmağı çox pis oldu qızlar. Ona görə qalmışam bu əl mikserinin əlinə. Qırıldığına görə.
Sağ olun, olsun. Böyük mikseri 240 manat almışım. Her zaman birinci tortun üst hissəsinə tökün. Kremi, yaşantının fərqi yoxdur da. Birinci üst hissəsini sıvayın, sonra keçin kənarlarına. Buyurun, görün. Çok sağ olun. Tekrar kızlar gel. Ay, səsi açmamışam kızlar. Mən də bayaqdan üzülüm.
İsteyen olanda karabka ilə də verilir, amma belə deyilməyəndə yox, karabkasız verilir. Kızlar, amma sırf deyəndə ki, karabkada olsun, hə onda karabkaya yığılıb verilir. Ev topları Şirvan Aysel. Ev topları Şirvan Aysel sayfasına girip oradan sipariş verebilirsiniz. Elçilik tortudur. Ekran şekli. Var. Instagram sayfasının adını deyirəm. Ev tortuları Şirvan Aysel. Girip kızlar oradan sipariş verebilirsiniz. Ses gelmir kızlar hələ də, yoxsa nəsə deyirəm axı sayfanın adını. Ev tortuları Şirvan Aysel. Ekran şekli elçilik tortuda. Güzel. Profil şekli de. Ekran şekli değil. Ben bedel yani. Çok sıvıyanda kırıktan bakanda düz adam narahat olur ki çok sıvıyanda. Oradan görsənmir. Buradan cüzü küsurlar görsənir. Ona görə məcbur tekrar üstündən keçirəm. O küsurlar da örtülsün. Bəli. Çatdırılma kızlar istəsəniz. Taksi pul sizə aiddir də. Taksiyə veririk. İstədiyiniz ünvana çatdırır. Şant kremlə də rahatdır. Ganajla yox. Ganajla uzaq yol gedəcək tortu ancaq sıvıyıram. Belə yoxsa normalda. Çünki artıqdan kliyentə də şeydir də, ziyandır, külüyə çəkiyə artıq gedir. Ona görə qızlar ganaj istifadə eləmirəm. Ancaq uzaq yol gedəcək torta istifadə edirəm ki, heç bir problem olmasın. Nə cür tort istəsəniz qızlar sifariş verebilirsiniz. Hər cür tort yığılır yəni. Siz necə bir tort istəyirsinizsə sadəcə şəklini atırsınız. Sizin atdığınız şəklə uyğun da tortlar yığılır.
Eləyə bilərəm qızlar. Bir mərtəbəli də, iki mərtəbəli də fərqi yoxdur. Siz sadəcə şəkil atın, mən o şəkli sizə hazırlayayım, verim. Instagramdan yazın. Tortu qutarandan sonra baxın, sizə qiymət deyim. Siz Instagramdan yazın xanım. Ben orada baxım, sizə qiymət deyim. Belə qızlar. Bu qədər. İndi keçək bəzək işinə. Əsas qaldı bəzəyə. İndi qızlar, bunun bəzənməyi göstərə bilməyəcəm. Çünki asan bir şeydir. Sadəcə ürəklər qoymalıyam. Sadəcə ürəklərin yerlərini telefonda da şəkil atıb xanım. Bu şəklə baxıb eləməliyəm. O bir telefon uşaqlar qırıb, həmişə telefonu qoyub yanıma baxıb eləyirdim. İndi məcbur şəkil telefonumdadır. Ona görə canlını bağlayıram. Gecəniz xeyrə qalsın, yəni canlını bağlayayım, orada şəkilə baxım, tortun üstünü bəzəyim. Yəni elə əsas sizə ürək kəsimi lazım idi, onu da kəsib göstərdim. Qalanı sadəcə ürəklə bəzədiləcək. Yəni elə bir fərqli bir şey yoxdur. Sağ olun, gecəniz xeyrə qalsın. Baxdığınız üçün çox sağ olun.